Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılarımız. Noyabr ayı bilirik ki, bizim vətənimiz üçün, xalqımız üçün çox önəmli bir aylardan biridir. Biz 44 günlük müharibəni qazandıq. Və istəyirik ki, bu noyabr ayında keçirilən verilişlərimizin bir neçəsini dövlət qulluğunda, keşiyində duran bizim gözəl hərbiçilərimizə həsr eləyək. Azərbaycan xalqının milli qürurunun yüksəlməsi, bizim mərd oğullarımızın, atalarımızın, qardaşlarımızın öz hünərini göstərdiyi meydan idi. Və bütün Azərbaycan xalqı öz oğullarının yanındaydı. Biz, demək olar ki, vətənin ən çətin günündə, ən dar məqamında birləşik bir yumruq olmağı bacardıq. Dəmir yumruq, bax beləcə düşmənin başına əsdi və biz 30 ildən sonra həsrət qalmış torpaqlarımıza qovuşduq. Bəli, Xəyal xanım. Elə verilişimizin əvvəlində də qısa bir reallığı xatırlatmaq istəyirəm ki, mənim üçün də çox böyük bir şərəf olardı bütün burada əyləşən qonaqlarımızı təqdim etmək. Jalə, bəlkə qonaqlarımıza keçməmişdən qabaq bizim mətbəximizin gözəli, göyçəyi. Azadə xanım, xoş gəlmişsiniz, xoş gördük sizi. Xoş gördük. Bugün də görürəm ki, qarşınızda çox gözəl təamlar var. Qısaca bir məlumat verin, görək bu gün bizim üçün nə edəcəksiniz, nə bişirəcəksiniz. Payız aylarda bildiyimiz kimi boranı bəli, görürəm. Bəli. Borandan cheesecake hazırlayacağam. Nə gözəl. Yəni hər cür cheesecake'lər var. Boran da bizim Azərbaycan mətbəxinin vaz keçilməz bir tərəvəzidir. Biz bacarırıq da xarici Tərəvəzidir, mətbəxə öz tərəvəzlərimizi əlavə edib daha da gözəlləşdirmək. Bəli, bolqabaqdan hazırlayacağam cheesecake. Bu birinci dəfə olacaq. Azərbaycan öz əlbəttə ki, öz milli dəyərlərindən istifadə etməyi bacarır. Çox sağ olun Azadə xanım, bu qədər gözəl məsləhətlərə görə. İstərdim ki, qonaqlarımızdan birini təqdim edim. 44 günlük müharibənin könüllü iştirakçısı, Müdafiə Nazirliyi Baş Klinik Hospitalının həkimi Aynurə xanım Hidayət qızı. Xoş gəlmişsiniz, xoş gördük sizi. Xoş gördük, salamlayıram hər kəsi, qonaqlarımızı da, ekran qarşısında əyləşən izləyicilərimizi də yeni verilişiniz mübarək olsun deyirəm. Nə xoş mənə ki, bu günləri Müdafiə Nazirliyimizin əməkdaşları ilə bərabər ilk dəfədir ki, verilişə çəkilirəm. Həm də ailə ab-havasındayam bu günləri. Həqiqətən də mətbəxdə öz evimizdəki kimi çox sağ olun, çox təşəkkür edirəm. Azərbaycanda belə bir deyim var, deyir, gözəl xanım, qonağı harda qarşılayarsan, deyir, mətbəxdə daha isti olur münasibət, danışıq. Həm də biz bir xanım olaraq sevirik də mətbəxdə biş-düş eləməyi, gələn qonağı ürəyimiz istədiyimiz kimi qarşılamaq. Bizdə nə qədər də olsa, baxımlı qadın da olsa və ya baxımsız qadın fərq eləmir. Mətbəxdən nəyisə bir bacarığımız var. Mütləq. Yəni bu bizim simvolumuzdur da deyərdim ki, bütün ölkələrə də hətta. Bəli. Təşəkkür edirəm, çox sağ olun Aynurə Buradan da xanım, bir gəldiyinizə mesaj görə. aldıq. Jalə xanım, buradan da bir mesaj aldıq ki, Aynurə xanım həm də mətbəx bacarıqları yüksək bir xanımdır ki, belə bir söz işlətdir. Çox, həqiqətən. Əgər icazəniz olarsa, gələcəkdə Verilişimizdə burada Azadə Mətbəx xanımın yerində mütləq. ola bilərsiniz, maraqlı olar. Çox dadır. tərəfə də bir yerdə bir Bizdə şeylər qohumlarda hazırlaya bir bilərik. söz var, mən onu sizə deyim. Yəni öz ailəmdəyim, yenə dedim, rahat danışıram. Bəli. Bizdə qohumlarda bir adət var, deyirlər ki, Aynurə suyun içinə daş da atsa, artıq çox bozbaş dadı verir. Yəni o dərəcə Əlinizin duzu var. O sizin bizə gətirdiyiniz bu şirniyyat, bu tort, təşəkkür edirik, çox sağ olun. Yəni bir xanım əgər bunu düşünürsə, deməli mətbəxi sevir. yəni onsuz olmazdı da. Həm bayram ab-havasında bu ay bizim zəfər ab-havasıdır. Mütləq Həm şəkildə. Konstitusiya günümüzdür, həm 9 noyabr milli bayraq günümüzdür. Həm sizin verilişimizin açılışı mən eləməyə bilməzdim. Təşəkkür edirik, təşəkkür çox sağ edirik. olun. Növbəti qonağımız bizim hamımızın sevimlisi, bütün xalqımızın dərin hörmət duyduğu Azərbaycanda olan hərbi paradların aparıcısı Abdullah Qurbanini sizə təqdim etmək istəyirəm. Dikkat! Dikkat! Danışır ve gösterir Bakı. Bir neçə dəqiqədən sonra
Azerbaycan Respublikası'nın payitahtı Bakı şehrinin Azadlık Meydanı'nda Vətən müharibəsində qələbəyə həsr olunmuş Zafer Paradı başlanacak. Artık bugün ayın 16'sıdır ve bütün halkımız, Azerbaycan severler, dünyanın birçok ülkesinde yaşayan Azerbaycanlılar artık büyük qələbə əhval-ruhiyyəsi ilə yaşayırlar. Bu qələbə dövlətimizin iqtisadi gücünün, xalqımızın birliyinin, həmrəyliyinin, Ulu Öndər Heydər Əliyevdən miras qalan Azərbaycançılıq məfkurəsinin, Türk-Azərbaycan qardaşlığının, Azərbaycan ordusunun mübariz əskər və zabitlərinin, əlbəttə dövlətimizin başçısı Prezident Cənab İlham Əliyevin qətiyyətinin, sərkərdə məharətinin və dəmir yumruğumuzun qələbəsidir. Və bugün bizi dinleyen, kulak asan ve qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycanın suverenliği, ərazi bütövlüyü uğrunda döyüşlərdə ən böyük uca zirvəyə, şəhidlik zirvəsinə ucalan oğullarımızın valideynlərini, doğmalarını, ailə üzvlərini salamlayıram. Hələ onların bir çoxunun şəhadətindən sonra evladları dünyaya gəlib. Bəli. Bugün onlar iməkləyirlər. Onların alnından öpürəm. Bizim qazilərimizə salamlarımı çatdırıram. Bugün də vətən torpağının keşiyində ayıq-sayıq dayanan və düşmən təxribatlarının qarşısını qətiyyətlə alan və hər bir onların ateşine dağıdıcı, sarsıdıcı zərbələr vuran Azərbaycan əskərini salamlayıram. Tamaşaçılarımıza qəribə gəlməsin ki, bugün Abdullah Qurbani və bizim Həzzaslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin rəisi, Çox gözəl. Siz artıq bizim təqdim Akademik elədiniz. Opera Balet Teatrının aparıcı aktyoru, Bəli. Vətən müharibəsi veteranı və Şuşada ilk olarak xüsusi təyinatlar qarşısında və Bülbülün Ev Muzeyində konsert proqramının təşkilatçısı Cahangir müəllimlə bizim burada olmağımız biraz her şeyden biraz ve bugün Qazi kardeşimizi de Suqovuşan iştirakçısını burada görmek şaddı bizim için, hoşdu. Çok sağ olun. Biz təşəkkür edirik sizə. Təşəkkür edirik Cahangir müəllim də siz gözəl şəkildə təqdim etdiniz və mən istəyərdim siz artıq onu da təqdim etdiniz. Qazimiz Xankişi Yusifovu təqdim edim və Xankişi sən də öz növbəndə özün haqqında özün biraz danışardın. Öncəliklə bütün izləyiciləri, tamaşaçıları salamlayıram və qonaqlarımızı salamlayıram. Cənab Polkovniki, Cənab Polkovnik Leytenantı salamlayıram. Çox sağ olun, var olun. Bizi bu verilişə dəvət etdiyinizə görə minnətdaram sizə. Mən Xankişi Yusifov 10 ilə yaxın xüsusi təyinatlı bölmələrdə xidmət eləmişəm. Axırıncı döyüş yolunda Ensarlı hərbi hissədən olub. Hal-hazırda Vətən müharibəsinin 2-ci qrup əliliyəm. Təşəkkür edirik sizə. Siz də bizim dəvətimizi qəbul edib gəldiyinizə görə. Və Aynurə xanım, sizinlə danışmaq istəyərdim. Baxın, burada qeyd olunub ki, könüllü iştirakçı. Düzdür, xanımlar üçün, bəylər üçün biz bilirik ki, əskərlik dövrü keçirlər, daha sonra müharibə, kişilik məktəbi, bunların hamısı labüddür. Amma bir xanımın könüllü olaraq, yəni bu cür təhlükə altına özünü atmağı, həm də həkim olaraq. Bilirsiniz, mənim atam polis əməkdaşı olduğuna görə 20 yanvar hadisələrinin iştirakçısı olub. Özüm 2010-cu ildə, yəni könüllü həkim kimi, yəni hər an müharibə
olanda hazır olan bir qadın kimi, yəni həkim əlimdən gələn bir yardımı göstərə biləcək bir səviyyədə olan bir həkim kimi qeydiyyata düşmüşəm səfərbərlikdə və mən getdim könüllü olaraq səfərbərliyə müraciət elədim. Dəfələrcə imzalar atdım, çağırın və mən gəlirəm. Getdim müharibə dönəmində oldum, davam elədim. Müharibə bitəndən sonra da mən gördüm ki, yox, mən artıq hələ də yardım eləməliyəm. Bu qədər. Yəni Azərbaycan xanımını deyirsiniz. Mən Azərbaycan xanımını hər bir halda müharibəyə necə gedə bilər, nə edə bilər, həmin anda heç nə düşünülmür. Yəni mənim evladım da əsgər deyildi. Yəni 11-ci sinifdə oxuyurdu. Yəni o anaların səsi çağırdı, belə deyək. Artıq mən ona hazırlaşmışdım 2010-cu ildə. Artıq 7 yaşımda atamın silahını görəndən hazırlaşmışdım və artıq 27 sentyabrdan bir neçə gün öncə o həmin dəhlizdə gördüyüm o skiterin arxasından gördüyüm o silahı görəndə artıq hazırlaşmışdım. Bu qədər yəni. Gözəl. Azərbaycan xanımı, ümumiyyətlə türk xanımları ta qədimdən indiyə qədər kişilərlə eyni səhvdə olublar. At minib, qılınc oynadıb, müharibəyə gedib, hər zaman onların arxasında olublar. Azərbaycan xanımları, türk xanımları Bəli. elə 1-ci Qarabağ müharibəsi, indiki müharibəmizdə cəngavər xanımlarımız çox olubdu. Gültəkin Əsgərova, Bəli. baş leytenant, tibb xidməti baş leytenantı, Qaratel, Bəli. hansı ki Qaratel düşmən əlinə keçməsin, Əskibara istiqamətində özü ilə gəzdirdiyi zəhərlə özünü məhv edir. Rəhlə Orucova, döyüşən qızlarımızdan. Bəli. Gültəkin, Şuşa Gültəkini deyirdilər. Hələ 92-ci ildə mən onun haqqında Gültəkin Qayası povestini yazmışam. Və Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə onun ilk sərəncamı ilə Gültəkin Əsgərova layiq olduğu 92-ci ildən təqdimat olmuşdu. Layiq olduğu milli qəhrəmanı 93-cü ildə Ulu Öndər Heydər Əliyev rəsmiləşdirdi. Azərbaycanın milli qəhrəmanı. Yəni bu döyüşlərdə də 2-ci Qarabağ müharibəsində də, antiterror əməliyyatında da, həkimlərimizin, tibb personalının sıralarında qadınlarımız da öz, necə deyirlər, vətənə borclarını ləyaqətlə verdilər. Onlar bir deyil, iki deyil, onlarladır. Muxtar Qasımov, Bəli. bilirsiniz siz, Əlbəttə. 92-ci ildə elə Gültəkindən bir neçə gün sonra şəhid oldu. Onun həyat yoldaşı bugün də Azərbaycan ordusunda xidmət edir, polkovnikdir. Yəni vətən darda olanda o bir gözəl atalar sözü var. Aslanın erkeği dişisi olmaz. Və bugün bu zəfər təkcə döyüşən oğulların qələbəsi deyil. Bəli. O cümlədən arxa cəbhənin, onlara arxa dayaq olanların, əgər zabit, hərbi qulluqçu evindən, xanımından, uşaqlarından rahatdırsa, onda yaxşı vuruşacaq, döyüşəcəkdir. Yəni bu qələbə hər birimizin qələbəsidir. Yenə qeyd edirəm, ilk növbədə biz şəhidlərimizə minnətdarıq. Və bu Azərbaycan ordusu sıralarında bugün də yüzlərlə xanımlarımız var və onlar vətənə sədaqətlə xidmət edirlər. Nəinki həkim, digər sahələrdə də snayperlərimiz var. Bəli. Digər sahələrdə də bizim xanımlarımız var. Əgər sabah lazım olacaqsa, inanıram ki, yenə də qadınlarımız kişilərlə bir sırada döyüş meydanına atıla biləcək. Bəlkə elə bu söhbətimizin bu yerində biz Cahangir müəllimi dinləyək. Nə mənada? Bilirsinizmi Jayra xanım, Xəyal xanım, müharibədə 4 il keçirdi qələbəmizdən. Bəli. Əskərlərimiz döyüşə sanki toya düyünə gedirmiş kimi gedirdilər. Müharibə ərəfəsində, vətən müharibəsi ərəfəsində əskərlər, gənclərimiz elə vətənpərvərlik ruhunda tərbiyə olunmuşdular ki, onlar bir əmrə, bir işarəyə bənd idilər. Düşmən üzərinə necə deyirlər,
kartal kimi şığıyırdılar. Bak elim muharebeden önce Cahangir müəllimin, bizim polkovniklerimizin rehberlik ettiği kollektiv elə bir hərbi hissə yox idi. Elə bir tabur, bölük, brigada yox idi ki, orada onun kollektivi şəxsiyyətlə görüşməmiş olsun. Və həmin ərəfədə yazılan bir mahnını istəyirəm oxusun. Təqdim Bəli, edək bəli. tamaşaçılarımıza. Bəli, Onun bəstəkarı Qara Qarayevin, dünya şöhrətli bəstəkarımızın yetirməsi olan Azad Zahiddir. Bu adlanır Həzilər Yurdu. Tanklar cərgələnib sərhəd boyunca birazdan toz duman qopacaq indi. Sinəsi vətənə sipər oğullar düşmənin üstünə çapacaq indi. Komandiri əmr ver, hücum əmri ver. Tanklar nərə çəksin, toplar gurlasın. Anam Qarabağın başı üstündə müqəddəs ulduzum ayın parlasın. Azadlıq meydanı gözləyir bugün qalib əskərini, mərd əskərini. Ey tankçı qardaşım, tez ol götür gəl, qələbə müjdəli al səhərimi. Həzlər getirən vətən torpağı düşmən tapdağında xar ola bilməz. Çıxsın Qarabağdan yadlar, yağılar, Laçın yuvasında sar ola bilməz. Bunun sözlərini mən yazmışam. İndi Cahangir müəllim 3 nəfər hərbi qulluqçu ilə birlikdə onu tamaşaçılarımıza və sizə, qonaqlarımıza təqdim edəcəklər. Buyurun. Mən bir söz demək istəyirəm. Sizin bu səsiniz, sizin bu cür, necə deyim, o ruhda çıxışınız, mən sanki 4 il öncəyə qayıtdınız. Yəni, məni o ilə qaytardınız. Biz 44 günlük müharibəni bayaq qeyd elədiniz. Bütün hərbiçilərimizlə, bütün o zabitlərlə demək olar ki, biz evdə elə o abu-havada idik. Səhər saat 6:00 olan kimi, 6:00 olan kimi biz Azərbaycan Dövlət Televizoru yandırırdıq, görək nə xəbər olacaq, nə olub, vəziyyət necədir. Mən göz yaşlarıma hakim ola bilmədim. İlk öncə Jalə xanım var, mənim həmkarım. O da bizim qələbə xəbərimizi deyəndə səsi titrəyə-titrəyə demişdi. Və burada xan kişi də əyləşib. Bilirəm ki, o da neçə aylarla komada və bir neçə əməliyyatlar keçirtmiş və onun kimi nə qədər qazilərimiz var. Zabit heyətimiz var ki, onların bütün sinir sistemi deyək, həyatda yaşadıqlarını, yaşamaq istədiklərini, o keçirdikləri həyəcana görə yaşaya bilməməkləri. Yəni, biz hamınızın qarşısında baş əyirik. Hamınıza təşəkkür edirik. Jalə xanım, bax indi siz kövrək necə? Mən bu saat Azərbaycan qadınının o müharibə günlərində və o zəfər günü hansı hisslər keçirdiyini əyani şəkildə mən sizin gözlərinizə baxaraq bunu hiss edirəm. Və bu qələbənin qazanmasında amillərdən danışanda hansı amillər bizə qələbəni yaşatdı? Motivasiya. İlk növbədə ruh yüksəkliyi. Bəli, ruh yüksəkliyi və Cahangir Qurbanov da həmin günlərdə, hətta müharibə başlayandan 5 gün öncə bir yerdəydi. Yadında mı? Xüsusi təyinatları yola salırıq mahnılarla, şeirlərlə və onlar da həmin döyüş meydanında oda ateşə dönürdülər. Məşhur bir Rus tarixçisi var, Platon Zubov. Deyir ki, Azərbaycan alaylarını döyüş meydanında görmək lazımdır. Onlar qəzəblənmiş Allahın birdən-birə düşmənlər üzərinə yağdırdığı oda, ateşə bənzəyirlər. İndi bu mahnını dinləyin. Bu mahnını dinləyən əskər irəliyə gedəcək ya yox. Əlbəttə gedəcək. Düşmən üzərində qələbə çalacaq ya yox. Biz getmək istəyirdik İndi onları buyurun. eşidərkən. Buyurun Cahangir Musiqi müəllim. Dinləyirik sizi. Cərgələnib sərhəd boyunca birazdan toz duman qopacaq indi. Sinəsi vətənə sipər oğullar düşmənin üstünə çapacaq indi. Komandir əmr ver, hücum əmri ver. Tankları nərə çəksin, topları gurulasın. Anam Qarabağ
başı üstünde. Müqəddəs ulduzum ayın parlasın. Azadlıq meydanı gözləyir bugün. Qalib əskərini, mərd əskərini. Ey tankçı qardaşım, ey tankçı qardaşım, tez ol gətir gəl, qələbə müştəri, al səhərimi. Qalib əskərini, mərd əskərini. Ey tankçı qardaşım, ey tankçı qardaşım, tez ol gətir gəl, qələbə müştəri, al səhərimi. Çağırır Qarabağ, çağırır vətən. Ağatlı ələnlər görən hardadır. Silaha sarılsın Azərbaycanım. Xocalı dardadır, Şuşa dardadır. Amandir, əmir ver, hücum əmri ver. Tanklar nər çəksin, toplar gurlasın. Anam Qarabağın başı üstündə. Müqəddəs ulduzum ayın parlasın. Əzilər yetirən vətən torpağı. Düşmən tapdağında xar ola bilməz. Çıxsın Qarabağdan, çıxsın Qarabağdan. Yağılar yağılar, lakin yuvasında sar ola bilməz. Düşmən tapdağında xar ola bilməz. Çıxsın Qarabağdan, çıxsın Qarabağdan. Yağar yağdılar, lakin yuvasında sar ola bilməz. Azadlıq meydanı gözləyir bugün. Qalib əskərini, mərd əskərini. Ey tankçı qardaşım, ey tankçı qardaşım, tez ol gətir gəl, qələbə müjdəli, al səhərim. Azadlıq meydanı gözləyir bugün. Qalib əskərini, mərd əskərini. Ey tankçı qardaşım, ey tankçı qardaşım, tez ol gətir gəl, qələbə müjdəli, al səhərim. Əziz tamaşaçılar, artıq balqabaqlı cheesecake-imiz hazırdır və bu cheesecake-dən də qonaqlarımıza çayla ikram etdik. Çox da bəyəndilər. Hətta bir nüansı deyim sizə ki, bizim hörmətli qazimiz Xankişi dedi ki, mən həyatı boyu heç vaxt balqabaq yeməmişəm. Hətta buna görə əsgərlikdə cəza da almışam. Amma Azadə xanımın əlində nə sir vardısa, onun balqabaqlı cheesecake-ini də yedim və çox da xoşuma gəldi. Əziz tamaşaçılar, 44 günlük müharibəni anban dəqiqə-bə-dəqiqə izləyirdik və bugünkü gün bizim efirimizdə biz də Cahangir müəllimin mahnılarını sıralama ilə efirə vermək istəyirik. İlk öncə bizi müharibəyə aparan, ruhlandıran, motivasiya verən bir mahnını dinlədik. İndi isə həmin yolu keçdiyimiz qələbəyə doğru gedən yol və musiqinin, mahnının sözləri də budur, adı da budur. Və istərdim ki, indi onu dinləyək və addım-addım zəfərə doğru gedirik. Sonda da zəfər, gözəl bir zəfər mahnısı ilə verilişimizi bitirəcəyik. Yenidən o günləri xatırlayaq. Bəli.
güllələnir, karvan gedir, qandan keçir qələbəyə. Gedən yollar, mərmi səsi, güllə səsi, igidlərin od nəpəsi, tüstü duman çəndən keçir qələbəyə. Gedən yollar, son döyüşdən, son savaşdan, ordan sudan, dağdan daşdan, qandan keçir, candan keçir qələbəyə. Gedən yollar, cəngi misri havasından, anaların duasından, hər ocaqdan közdən keçir qələbəyə. Gedən yollar, adsız əskər, adsız məzar, hər oğul bir tarix yazar, antdan keçir, sözdən keçir qələbəyə. Gedən yollar, başını sən dik tut ana, kədərini unut ana, səndən məndən bizdən keçir qələbəyə. Gedən yollar, son döyüşdən, son savaşdan, oddan sudan, dağdan daşdan, qandan keçir, candan keçir qələbəyə. Gedən yollar, cəngi misri havasından, anaların duasından, hər ocaqdan közdən keçir qələbəyə. Gedən yollar, başını sen dik tut ana, kederini unut anam, senden benden bizden geçir qələbəyə. Giden yollar qələbəyə, giden yollar qələbəyə, giden yollar. Təşəkkür edirik Cahangir müəllim, çox sağ olun. Çox gözəl, mötəbər bir qonağımız var idi, bilirsiniz. Çox gözəl dialoqumuz oldu onunla, Abdullah müəllimlə. Və növbəti bir tədbirə tələsdiyinə görə yola saldıq. Təşəkkür edirik gəldiyinə görə və verilişimiz davam edir. 30 illik həsrətdən sonra siz ilk ifaçı olmusunuz ki, Şuşada Bülbülün evinin qarşısında gözəl bir ifa etmişsiniz. O barədə biraz bizə danışardınız. Biz Ordu İdeoloji Mədəniyyət Mərkəzi olaraq təbii ki, hərbi qulluqçularımızın, əskərlərimizin mənəvi-psixoloji durumunu hər zaman yüksəkdə saxlamaq üçün tədbirlər keçirdik, təşviqat qrupları və təbii ki, müharibə dövründə də, 44 günlük Vətən müharibəsi dövründə də əskərlərimizin yanındaydıq. Onlarla bir yerdə ideoloji işimizi, xidmətimizi edirdik. Və birinci də həqiqətən də elə bir tədbiri, yəni Şuşada, Bülbülün evində, sonra Şuşada İcra Hakimiyyətinin qarşısında bizim xüsusi təyinatlarımız üçün o tədbiri keçirdik. Bilirsiniz, bir vokalist kimi mən deyim, Bülbülün həyətində, demək o büstün bir qırağında Samir dayanmışdı, bir qırağında mən və Bülbülün repertuarından belə deyək də 30 ildən sonra ilk oxumaq təbii ki, adama qürur verir. Mən orada Sənsiz oxudum, Samir Sevgili Cananı oxudu, yəni ikimiz də. Mənə belə gəlir ki, və o Bülbülün ruhu şad oldu. Hər iki qardaşım Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının aparıcı sənətkarlarıdırlar. Eləcə də ordumuzun ən yaxın dostlarıdırlar. Müharibə bitti. Ölsün düşmən bu üsyandan, qurtarmasın yaxasın, dağılsın, məhv olsun kainat,
onda ne sevgi var ne hayat. Bu alem sevgiler, mehabbet yaratsın, yaratsın. Ey sevdim seni ben, ey nicarım, Renav güzelim şem baharım. Sevdim seni yarım, sen benim canım. Olmaz özge sevdiğim senden ayrı. Her gecem oldu keder, üste felaket sensiz. Her nefes çektim heder, gitti o saat sensiz. Her nefes çektim heder, gitti o saat sensiz. Senin o celbeleyen esline and içtim inan. Senin ol celbeleyen esline and içtim inan. Hicrine yandı gönül, yok da takat sensiz. Biz antiterror əməliyyatında mənim ad günümə gəlmişdi o təsadüf eləmişdi. Ayın 17-si artıq biz oradaydıq. Mən orada tankçı dostlarımla, tankçı qardaşlarımızla mənim ad günümü tankın üstündə qeyd elədik. Nə gözəl. Nə gözəl. Amma ayın 19-u o Maraqlı. tanklardan qaydanı bir dənəsi oldu. Ay, Bilirsiniz nə qədər qardaşlarımızı itirmişik biz. bəli. Çox xatirələrim var. Hansı ki, o sevdiyim dostlarımla indi yanımızda deyirlər. Amma ruhları şaddır, əsas odur. Allah rəhmət eləsin onlara. Allah rəhmət eləsin. Elə bil ki, sanki o oğullar hamısı seçilmişlər idi. Fərqli bir simaları var. Haram yeyən oğul heç vaxt şəhid olmur. Gözəl söz. Elə sizin bu fikrinizin üzərinə mən Xankişi qardaşımıza dönmək istəyirəm. Ölümü diri-diri gözləri ilə görüb o Yaşayan. dünyadan ta 3 dəfə mən bilən, eləmi? Ta 3 dəfə bu Dəfələrlə. dünyaya qayıdan qardaşımızdır. Mən 10 ilə yaxın düzdür xidmət eləmişəm xüsusi təyinatlı bölmələrdə. Mənim əsgərlik xidmətimdən tutmuş, düz yaralanıb Ensali hərbçisiyə adım qeydiyyata düşənə qədər mən Daxili İşlər Nazirliyinin Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində Biləcəridə orada əsgərlik xidmətini keçmişəm. Mən bir şey çox fəxr edirəm ki, bizim milli qəhrəmanımız, şəhidimiz, Səngər generalımız olan Polad Həşimovla mən eyni tankın üstündə öz döyüş yoldaşlarımızdan döyüşə girmişik. Müharibədə də Suqovuşan istiqamətində döyüşlərdə iştirak etmişəm. Həyat elə gətirdi ki, mən döyüşün hardasa 8-ci, 9-cu günləri idi. Çox ağır yaralandım. Çox ağır yaralandım və O istiqamətdə çox çətin döyüşlər getmişdir. bəli, cənab çox Polkovnik, çətin. siz hər şeyi yaxşı bilirsiniz. Çox çətin döyüşlər Suqovuşan istiqamətində. Bəli, məni heç kim inanmır. Mənim şahidim də var. Döyüş yoldaşlarım mənim haqqımda da bəzi efirlər danışıb. Məni nə güllə ilə vurmayıblar, nə məni hər hansı minomyotla vurmayıblar. Məni raketlə vurublar. Yəni tanka vurulan raketi Səngərin içində, mühasirə vəziyyətində əsir götürmək istəyirdilər. Təslim olmadıq və məni təxliyə etdikləri olan döyüş maşınının içində mən işarətə qovuşmuşam. Həkimlər müdaxiləyə, mənim orada həkimim var. Birdən gedirəm görəndə deyir, xan ki, sənə nə qədər müdaxilə elədik, sən ayılmadın. Biz səni deyir, morqa təhvil verdik. Deyir, 2 gün, mən hələ də bu dəqiqə o Azərbaycanda həmin o insanı axtarıram. Deyirlər, bir şəhid atası adı ilə gəlib ki, mənim övladım şəhid olub. Mən deyiblər, Naftalan xəstəxanasına gətirib morquna. Atanı salıblar morqa və o övladı orada tapılmayıb o insanın və orada morqa nəzarət edən deyib ki, sizin bura qoyduğunuz şəhidlərin olan oğlan sağdır. İndi nə vəziyyətdə olmuşam deyə bilmərəm. Ondan sonra biliblər, təzə mən reanimasiyaya qaldırıblar. Mən bir neçə gün komada qalmışam. Sonra Göyçaya təxliyə olunmuşam. Oradan vertolyotla gəlmişəm bizim tibb universitetinə. Bugünkü günü biz ağ xalatlı döyüşçüləri unutmamalıyıq. Həkimlərimizi heç vaxt unutmaq olmaz. Bizim həkimlərimiz olmasaydı, bizə yardımlar olunmasaydı, biz 3000 şəhid yox, biz
minlərlə şəhidlər verərdik, 10 mindən şəhidlər verərdik. Mənim Kalyaskadan qalxacağımı heç kim garanti vermirdi. Amma məni Azərbaycan həkimləri bu gətirdi. Bugünkü günə heç mən yol yeriyəndə ya və qıraqdan bilməyən heç qazilik demək olmaz ki, mən qaziyəm. Əskərlə dialoqum var idi, onu orada hansı ki deyirdi mən geri qayıtmaq istəyirəm. Xahiş mənə deyirdi ki, həkim mənə su verginə bilirsiniz ki, qan çox itirəndə istərsəməz bir su olmaz. Mən dedim ki, azca da səbr elə, sağalırsan da. İndi biz sakitləşdiririk, psixoloq kimi oluruq. Əskər deyir ki, mənə su ver, deyirəm ki, bəs yaran dərindir də, azca səbr et. Deyir, anam xəstədir. Mən telefon ver, sonra deyir ki, anam xəstədir. Zəng eləyərəm, saçı ağarar, ayaqları tutular. Onu mən şeir formasına deyir. Sonra məni tez sağalt deyir həkim bacım, əlimdən tutmuşdu orada. Dedi, məni tez sağalt həkim bacım. Deyir, məni dostum gözləyir. O yaralanlar, onu sizə kim gətirər? Mən bu zaman artıq onu axırını saxlatmışam qələbə ilə. Dedim, azca da səbr elə. Sonra pəncərədən baxıram, deyirəm, səsi eşidirsən. Artıq qələbə səsidir, artıq Qarabağ bizimdir. Mən istəyirəm indi Cahangir müəllimin növbəti mahnısına söz verək. Bu dəfə artıq Zəfər marşını ifa edəcək. Buyurun Cahangir müəllim. Bugün zəfər günüdür, sıralansın ordular. Zəfərdən zəfərlərə irəli mərd oğullar. And içirəm vətənə, canım Azərbaycana. Son savaşa gedirəm, salamat qal ayana. Sel olub axdım gəldim, bəndləri yıxdım gəldim. O da ateşə dönüb, sədləri yaxdım gəldim. Aram bizim, dağ bizim, neşə bizim, bağ bizim. Qarabağda ucalan, üç rəngli bayraq bizim. Bugün zəfər günüdür, sıralansın ordular. Zəfərdən zəfərlərə, irəli mərd oğullar. And içirik vətənə, canı Azərbaycana. Son savaşa gedirik, salamat qal ayana. Öpürəm alan kimi torpağını taşını. Xocalım, ay xocalım, sil gözünün yaşını. Dağlar lala boyanır, yaşıl ala boyanır. Əskaran qalasında zəfər tonqalı yanır. Salam xan kəndin salam, şəhərim kəndin salam. Gözün yoldan yığıldı, zəfərlə gəldin salam. Vətənə qurban olum, vətən ürəyim canım. Hər əmrinə hazıram, Ali Başkomandanım. Öpüş alan kimi, torpağını daşını. Xocalım, ay xocalım, sil gözünün yaşını. Dağlar ala boyanır, yaşıl ala boyanır. Əskaran qalasında zəfər tonqalı yanır. Salam xan kəndin salam, şəhərim kəndin salam. Gözün yoldan yığıldı, zəfərlə gəldin salam. Vətənə qurban olum, vətən ürəyim canım. Hər əmrinə hazırım, Ali Başkomandanım. Hər əmrinə hazırım, Ali Başkomandanım. Hər əmrinə hazırım, Ali Başkomandanım. Təşəkkür edirik. Çox sağ olun Cahangir bəy. Sizlərə də Aynurə xanım, xan kişi bəy təşəkkür edirik gəldiyinizə görə. Gələn ayaqlarınız var olsun. Bir daha təkrar eləmək istəyirəm ki, bizlər sizə həyatımızı, bugünkü gün yaşadığımız bu xoş, şad, firavan, balalarımızın rahat gəzdiyi günləri sizlərə borcluyuq. Hər birinizin qarşısında baş əyirik. Abdullah müəllim, siz, xan kişi kimi gözəl oğullarımız, arxa cəbhədə, ön cəbhədə iştirak edən bütün zabit heyətinə, tutmuş əskərindən ta yüksək rütbədə olan şəxslərə qədər hamınıza təşəkkür edirik. Sizlərə hər birimizin sizin qarşınızda bir can borcumuz var. Və bircə şeyi qeyd eləmək istəyirəm ki, bütün şəhidlərimizin analarının qarşısında baş əyirəm. Mən onların
hamısının əllərindən öpürəm. İstər cavan analar olsun, istər yaşlı analar olsun. Ana üçün evladın yaş deyə bir həddi yoxdur. Bir ana var ki, 50 yaşında oğluna belə deyir ki, ay uşaq, ay bala, sənə soyuq olar, əynini qalın geyin. Və o zaman biz baxırıq, deyirik ki, ay anam, bunun 50 yaşı var bu insanın. Deyir, o sənin gözündə 50 ola bilər. Amma hər bir valideynin gözündə evladı hər zaman onun üçün körpədir. Onun canından bir parçasıdır. Sizlərin qarşınızda mən və Xəyal xanım və burada olan hamımız baş əyirik. Əziz analar, öpürük sizləri. Allah sizlərə can sağlığı versin. Və bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Və bilirik ki, onların ruhları bugün bizlərin üçün duaçıdır. Allaha daha yaxındılar bizdən və onların hamısının yeri cənnət məkandır. Bunu biz əminik. Çox sağ olun bir daha. Təşəkkür edirik sizə. Vətən anadır, biz də onun övladları. Hər zaman anamızın xidmətində, anamızın qulluğunda varıq. Yaşasın cənab prezidentimiz, hansı ki 44 günlük müharibədə bu xalqın lideri oldu və zəfərə, qələbəyə onun səsi ilə, onun xəbəri ilə hər birimiz onunla bərabər irəli getdik. Onun arxasında olaraq. Onun arxasında olduq. Bütün xalq olaraq, bütün Azərbaycan xalqı olaraq dəmir bir yumruq kimi birləşdik, əllərimizi birləşdirdik və irəli getdik və zəfərə nail olduq. Bəli, Azərbaycan tarixində, bəlkə də dünya tarixində torpaqlarını itirmiş bir xalqın öz torpaqlarını geri qazanması bəlkə də ilk idi. Ona görə biz minnətdarıq. Təşəkkür edirik. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı, yaşasın daimi zəfərimiz, əbədi olsun. Amin. Hər verilişimizə nəfis şirniyyatları ilə rəng qatan Paxlava Butikə dərin təşəkkür edirik. Əzizlərim, indi isə sizə Viplar şirkətini təqdim etmək istəyirəm. Hər dəfə olduğu kimi ənənəvi olaraq bu verilişimizdə də bizim qonaqlarımıza öz hədiyyələrini gətiriblər. Və istəyirəm ki, sizin də icazənizlə Viplife Azərbaycandan qonaqlarımıza bu hədiyyəni təqdim edim. Onu da qeyd edeyim ki, evdə oturub qazanc əldə etmək istəyirsinizsə, məhz Viplife Azərbaycana gəlin və oradan qazanc əldə edin. Təşəkkürlər, Viplife. Hər bir xanım gözəldir. Bəs onda xanımlar nə istəyir? Xanımlar, Bəli. Eliana Beauty də gözəlliyinə gözəllik qatmaq istəyir. O zaman biz də öhdəmizə düşən təşəkkürü etməliyik. Eliana Beauty-nin bütün heyətinə təşəkkür edirik. Aynur xanım, incə toxunuşlarla saç və makiyajıma görə sizə xüsusi təşəkkür edirəm. Zərif rəng çalarları, insanın üzünü oxuma bacarığı məhz bu mərkəzin ustalarına xasdır. Təşəkkür edirik.